Herkese salamlar dostlar, necəsiz? Yəqin ki, yaxşı olarsınız. Uşaqlar, bu gün də sizlərlə birlikdə yeni bir car parking videosundayıq uşaqlar. Bugün nə edəcəyik? Yeni maşınları tapmağa çalışacağıq. Amma daha mən birini tapmışam. O biri də Supra MK3'dür. Bu MK3 elə bir şey misal adı çəkirəm. Bunu uşaqlar, yəni görəvi eləyib tapmamışam. Sadəcə insanlardan almışam. Yəni bu formada belə bir şey də yığdım. Miqalkalı idi hətta. 400 coinlik, 400 coin, 400 minlik motoru da var idi. Yəni 1695 HP eləyən əvvəllər və şüşələri falan da belə. Yəni bu cürə belə bir Supra MK3 almışam. Amma bu gün istəyirəm ki, videoda bu qırmızı Mitsubishi-ni alaq. Bunu uşaqlar daha çox Rus serverində görürəm. Yəni mən hər serverin hamısını gəzdim. Çox serverdə yoxdur. Amma daha çox, məsələn 3 odadan birində, ikisində Rus serverində tapılır. Ona görə də bugün qəşəng bir çizim götürəcəyik və həmin o Mitsubishi-ni almağa çalışacağıq. Yəni deyərsiniz ki, niyə məsələn bu qədər əmin danışsan ki, tapacağıq. İnşallah tapacağıq uşaqlar. Yəni qurma falan deyil, narahat olmayın. Yəni qurma olsa belə narahat deyilsiniz. Bilirəm, amma yəni mənim qurma ilə işim olmur, aldatmaqla işim olmur. Amma uşaqlar, belə bir dənə fikirləşirəm ki, mən çizim aparsam, onsuz da yəni barterləyən olmayacaq. Rus serverində yaxşı maşınlar da satırlar onsuz. Mən istəyirəm ki, oralardan bir maşın alsaq, aparıb bu kartalımızı satarıq. Çünki kartal mənim əlimdə qalıbdı, sata bilmirəm. Pulla yoxlamamışam, düzdür, pulla satmağı yoxlamamışam. Amma yenə də, yəni aparıb satmaq istəyərəm. Yaxşı bir maşın alarıq şeydən, bunlardan kartalda satarıq. Yəni onsuz Mitsubishi-ni mənə vermək istəyən adam, onsuz mənlə yəni odaya gələcək, odada barter eləyəcəkdi onu. Nəysə, gedək, hələ Mitsubishi-ni tapaq görək, nəsə varmı ya yox. Gördüyünüz kimi, məsələn, mən bayaqdan deyirəm var, amma boşuymuş, yəni yoxdur. Bunlarınki ancaq BMW-lər falandır. Problem deyil, Rus dilində bilməsə də İngilis dilində yaza bilərik. Bura ki, who have new Mitsubishi. Görək elə düz yazdıq. Hə, düz. Bunu da bir dənə kopyalasaq buradan. Aha, atacağıq hər dəfə. Bəlkə deyə məndə var, ya nə bilim, deyər bəlkə barterlik falan bir şey də. İndi danışsam, İngiliscə danışsam, düzdür, ruslardan nəysə, milliyyətçiliyə girməyək, çox danışardım. Nəysə, eyb olmaz. Sonra danışarıq, yayınlarda falan danışarıq. Yayınlardan çox təlif yemirəm. Uşaqlar, gəzirdim, burada yazırdım Have New Mitsubishi, amma belə bir dənə maşın çıxdı qabağıma. Satsa alaram, məncə də satacaq. 10 milyon, 15 milyon, 20 milyona, 20 milyon, çətin, 21 milyon, yox, bahadır. Həqiqətən bahadır, bunu 21 milyona çox bahadır. 12 milyona aldılar, nəysə, eyb olmaz. 12 milyona versəydi alardım. 21 milyon bahadır, uşaqlar, həm coinli, medalkası yoxdur, həm də Supra'da, yəni Supra'nı polis eləyə bilmərik axı. BMW falan olsaydı bəlkə alardım. Nəysə, o da dəyişmək vaxtıdır, bayaqdan buradayam. Bir dənə də o da dəyişək, bəlkə qabağımıza çıxdı. Ancaq BMW-dir, ancaq BMW. Bir dənə yəni fərqli maşın. Başqa da məsələn Yapon maşınlardan görmədik. Ancaq F90, ancaq BMW. Ayda, əsəbləşirəm bunların BMW-lərini görəndə. Mənim dediyimlərim hamısı yalan çıxdı. Bir dənə də qabağımıza çıxmır bayaqdandır. Görək, hələ axtarıq uşaqlar, hələ axtarıq. Burada çıxmadı bu nə maşındır, yox bunda başım bıraxar. Biraz da burada gözləyəcəm, bəlkə nəsə gələr. Yəni uşaqlar, bunun da bəzi çətinlikləri var. Bir yalan danışmayın, 7 dəqiqədə bir keçdi. 7 dəqiqədə bir keçdi, hələ tapanmadım. Məncə bir dənə də Rus serverinə şans verək. Olmasa sonra mən gedəcəm, türklərdə heç olmayacaq. Yapon deyəcəm, Yaponlarda adam yoxdur. Sonra hara gedə bilərəm? İngilis serveri. İngilis serverində uşaqlar tapılmır. Onlardakı da stok maşınlardır. Elə belə bir dənə rəngini dəyişirlər, bir dənə diski qoyurlar, deyirlər maşın modifiyə elədi. Yazıq deyil bu Azərbaycanlılar, qədirləri bilinmir. Azərbaycanlılar da modifiyə eləyirlər, amma 07-lər götürürlər modifiyələr. Bu ferlərini çıxardırlar. Bu qəşəng eləməkləri var. Azərbaycanlıların, Azərbaycan oyunçuların qəşəng türklərin də var. Qəşəng eləməkləri var. Amma gəl ki, hansı maşınlar eləyirlər? Həmin elədikləri əməkləri getsələr, məsələn, Yapon maşınlarına, ya nə bilim, bu başqa Honigana falan eləsələr,
Bəlkə də bir dəqiqə, yəni dünyanın car parkingdə ən qəşəng hesablarından birinə sahib olarlar da. Gedirlər ancaq, baba burada da qəşəng maşınlar var. Gedirlər ancaq nədir? Bu fersiz eləyirlər. 07'lərə şey eləyirlər. Bütün əsəbləşdimi? Burada uşaqlar bütün fikrim yayındı. Mən bu maşınları bir dənə soruşum görüm satırlar bunlar. Alaram ama bu qəşəng Dream satar görəsən Dream. Mən də satmaz. Nəysə, o da satmadı. Eyb olmaz. Olsa bizim hədəfimiz o yeni gələn maşını tapmaqdır. Allah. Yeni gələn maşını tapmaqdır bizim hədəfimiz də mən yadadan çıxar. Burada ancaq F90'lar diye hara baxırsan ya miqalkalı F90'dır, ya stok vəziyyətdə olan F90'dır, ya nə bilim F90'dır, ya da ki F90'dır. Ya da məsələn arada sırada adamın gözünə dəyir, yəni qəribə bir dənə maşındır. O da elə bir ki F90'dır. Yəni hər yerdə F90'dır da, başqa bir dənə maşınları yoxdur bunların. Nəysə, mən bu pis gündə olan kartalımı sonra sataram. Ona görə də bir dənə çizim götürmək istəyirəm və bununla da İngilis serverinə ayaq basmaq istəyirəm. Nə çizim götürüm, Bax, bu çizimi satmaq istəyirəm. Yəni düz qəşəng çizimdir, amma yenə də nadir çizimlərdən biri də hətta. Yəni çox adamda yoxdur. Amma yenə də mənim xoşuma gəlmir. Xoşuma gəlir, amma Mitsubishi ondan daha dəyərlidir də. Yəni giyirik İngilis serverinə. Ümidim yoxdur, yəni İngilis serverinə nəsə tapaq. Sadəcə bu son günlərdə Rus serverində çoxlu, yəni o Mitsubishilərdən gördüm deyə dedim bəlkə bunlar durdular. Da bunlar da heç sapıtdılar, heç qabağıma çıxmır Mitsubishi. Əslində böyük problemdir. Burada tapa bilmədik. Uşaqlar çətindir, həqiqətən çox çətindir. Bax Mitsubishi bu şeylə də premiumla. Bu Mitsubishi həm premiumdur, həm görəvi çətindir. Yəni keçən dəfəki lap çətin idi, amma bu ondan da yəni çətin ola bilər. Bəziləri üçün, mənim üçün yəni o birisi əvvəlki daha çətin idi. Hər nəsə. Bu Mitsubishi premiumdur. Üstəlik çətin tapılır. Üstəlik çox adamda yoxdur. Üstəlik də eləmək istəsək belə görəvi çətindir. Yəni deyək ki, premium aldıq, bunu eləmək istəyik, çətindir. Ona görə də nə edəcəyik? Ancaq insanlardan tapacağıq. Yenə deyirəm ki, insanlarda da tapılmır. Çünki insanlar özləri ala bilmirlər. Mən yəni ən çox adam olan İngilis serverinə gəlirəm. Burada tapa bilmirəmsə, adam fikirləşir ki, yəni İngilis serverində bu maşın yoxdur. Başqa harda ola bilər? Fikirləşirəm, tapa bilmirəm. Yəni əgər bilirsinizsə, gizlətməyin məndən, çox xahiş edirəm. Deyin mən də gəlim o maşını tapım. Afrikan serveri deyəsiniz, uşaqlar, Afrikada ancaq türklərdir. Yəni girirsən gizə türklərdir. Bir dənə Honda alırlar. Ora gedirlər, bura gedirlər, yəni drift eləyirlər. Yəni nə bazar var, nə bazarlıq eləməkləri var. Yəni heç nə də boş bekar, yəni adamlardır. Girirlər belə Afrika serverində vaxt öldürürlər. Mən fikirləşirəm ki, Rus serverində olar. Rus serverində ancaq F90'dır. Fikirləşirəm ki, türklərdə olar. Türklərdəki ancaq sanatçı çizimidir. Pəncərəyə bir dənə adamın başını qoyurlar. Deyirlər, hə, tüyo, ala. Bu da sənin sanatçı çizimi. Sonra İngilislərə gəlsən, İngilislərdə deyəsən tapıldı. Aha, budur, sənə tapıldı. Deyən görüm bunu satıb. Bu şeydir da. Bu mən, Mitsubishi'dir, Mitsubishi gəlin də bunun yiyəsini tap. Ha, tapdıq da. Bu satmaz ya. Bu klan üyəsi satdı. Bu elə bunun güclə tapdı. Bu çətin sata mənə. Görək də danışaq da elə. Nə danışır. Hər dəfə özüm biabır eləyirəm də mən. Adamdan maşın almaq istəyirdim. Adamla dalaşdım əməlli başlayı. O mənə söz soxdu. Mən ona söz soxdum. Axırda deyəsən qazandım. Tapanmadıq yenə də. Adamla dalaşdım əməlli başladı. Nə deyim, satmasın mənə. Deyir ki, mənim maşınım səninkindən dəyərlidir. Bu çizimdən yoxdur. Bu çizimdən hər adamda yoxdur. Düzdür, biraz armuda oxşasa da çizim yenə də yoxdur. Az adamda var bundan. Nə olsun ki, səninki Mitsubishi'dir. Yenə də yəni mənimki də şeydir də, ondandır da dəyərlidir. Başımda bunların lap başı işləmir, hər nəsə. Please trade Sigma. No. Blue Smoke bu mənim deyəsən arkadaşımda var. Görün bunu alar bu şeydən. I trade it for... Mənimki Nissan'dır, hə deyəsən. I'm your friend. Dostumsan. Mən heç öz takipçilərim vermirəm. Qaldı sənə verirəm. Hər nəsə, biraz axtaraq. Evet, yenə də heç tapa bilmədik. Uşaqlar, bax.
yaxınlaşıram. 2 dənə Mitsubishi gəlmişdi bura. Onları soruşuram, satmırlar. Lotus soruşuram, deyir satmıram. Camry soruşuram, deyir satmıram. Yəni uşaqlar, bu heç kim satmır. Sonra da car parkingin bazarı ölür. Deyəsiniz ki, sən niyə satmırsan? Çünki uşaqlar, mənim pulum var. Deyəsiniz ki, onların da pulu var. Onda düz deyirsiniz. Barter eləsinlər də, yaxşı barter eləsin etsinsə. Məsələn, mənim bu maşınım barteriydi. Mənim başqa maşınlarım da barteriydi. Deyirəm barter deyirlər, yox. Gördə aparasın, sat da bunu. Bax, deyəcəz ya barter elə də. Nəysə, mənim danışmağım onlar eşitmir. Heçdənsə siz barter eləyin. Siz heçdənsə Azərbaycan bazarını düzəldin. Gələk oralarda işimiz görək. Hər nəsə uşaqlar, sağ olun. Bugünlük bu qədərdir. Gələn videolarda, gələn bölümlərdə görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.